Əziz və dəyərli insanlar, ümumiyyətlə mənə tələbkar insanlardan zəhləm gedir, bağrım çatlayır. Bu insanlardan mən uzaq duram, qaçıram. Yəni ora getməyəcəksən, bura getməyəcəksən, onunla danışmayacaqsan, bununla danışmayacaqsan, onunla əlaqəvi kəsəcəksən, ancaq bütün gün mənlə danışacaqsan, bütün gün mənlə ünsiyyətdə olacaqsan, bütün gün mən dediyim olacaq, mənim dediklərimdə kənar çıxmayacaqsan. Sanki bir insan valideynlə övlad məsələsi və yaxud da bir insan sanki belə deyək də, necə deyim, bir qul və yaxud da bir kölə saxlayır və yaxud da bir quşu bir qəfəsdə saxlayır. Bu məsələ buna bənzəyir. İnsan azadlıq istəyir, insan rahatlıq istəyir, insan belə deyək, öz həyatını davam etdirmək istəyir. Bu münasibət gec və yaxud da tez bitəcək. Çünki insanlar belə şeylə öyrəşməyiblər. Siz insanları kontrol altına saxlaya bilməzsiniz, nəzarət altına saxlaya bilməzsiniz. Ona görə çalışın ki, belə insanlarla münasibətə girməyin. Allah'a əmanət olun.